Müsəlman gənci necə iş tapıb bərəkət qazana bilər? Təbii ki, birinci növbədə bu halal-haram məsələləridir. Bu məsələlərdə bir gənc diqqətli olmalıdır və seçəcəyi sahəyə birinci növbədə bu prizmalardan keçirməlidir. İkinci olaraq nə tövsiyə elərdim? Belə bir test var. Daha doğrusu 2 dənə belə bir üsul var. Təsəvvür elə ki, hər yerdə maaş eynidir. Hansı işlə məşğul olardın? Bu sualın cavabını tapmağa çalışmaq. Və yaxud belə bir test də var ki, sənə 5 milyard dollar verilsə, hansı işlə məşğul olardın? Yəni bir növ bir-birinə oxşar bir testlərdir. Bu testlərin də məqsədi nədir? Sənin marağını müəyyən etmək ki, sən maddiyyatdan asılı olmasan nə ilə məşğul olardın? O sahəni müəyyən edəndən sonra mən tövsiyə elərdim ki, o sahədə lider olan şirkətə işə düzəlmək. Bu həm işə düzəlmək ola bilər, bu həm internship ola bilər. Gedib orada təcrübəçi kimi işləmək də olar. Amma ən azı sahə ilə tanış olmaq. Bir müddət, yəni düşünürəm ki, 5 il həmin sahədə işləyəndən sonra artıq ya o sahədə öz şirkəti qurmaq düşünməlisən, ya da ola bilsin ki, sahə səni tam istədiyi qarşılamadı, sahə düşünmək barədə də nəsə addımlar atmaq olar. Amma mən şəxsən belə edərdim. Birinci halal-haramlara diqqət edərdim, sonra marağımı müəyyən edərdim. O marağıma uyğun şirkət tapardım, orada işləyərdim, bir növ işin pərdə arxası ilə tanış olardı və orada artıq biznes qurardım həmin sahədə.